Hamınızı salamlayıram. İnan mən bu vlogu çəkəndə heç düşünməmişdim ki, yarım saat sonra boran tufan qopar. Göydən necə deyərlər daş yağar. Həqiqətən də sanki göydən daş yağırdı. Elə bir dolu var idi. Bilmirəm xəbərlərdə görmüşdünüz ya yox, ancaq əl içi qədər idi dolu. İnan dəhşət bir şey oldu. Yəni bir anlıq elə bildim dünyanın sonudur. Hətta həmin o səs necə dəhşətli bir səs idisə, elə bildim bəlkə həyətə kimsə girib. Çünki gecə idi və həyətdən nələrisə dağıdır və yaxud həyətə daş mı atır. Yəni bir anlıq elə düşündüm. Ağlıma belə gəlmirdi ki, yağan dolu olar. Burada çayımızı dəmlədim, çayımızı içdik. Bacım ilə bizdə idi. Onları yola salandan sonra artıq dolu yağmağa başladı. Son illərdə elə düşünürəm ki, sanki Naxçıvanla Bakı şəhər olaraq yer dəyişib. Çünki əvvəllər Naxçıvan çox quraqlıq, isti keçərdi. İndi isə Bakının küləyi, rütubəti sanki Naxçıvana gəlibdi. İstədim belə bir gözəl havada çöldə sizinlə vlog çəkim. Üzümə maska eləyirdim, həm də üzün rutinimi sizinlə bölüşmək istədim. Əslində bu üzün rutinimin bir qismidir. Çünki mənim serumlarım daha çoxdur. Ancaq hər birini yanımda gətirmək biraz çətin oldu həyata daşımaq. Ona görə də müəyyən bir qismini sizinlə bölüşürəm. Üzümü Biodermanın üzümə geli ilə yuyuram və sonra keçirəm serumlardan istifadə etməyə. Mən əvvəllər serumların təsirinə inanmırdım. Ancaq ilk dəfə Koreakonun sarı serumundan istifadə etmişdim və üzümdəki dəyişiklik mükəmməl dərəcə və gözlə görüləcək qədər idi. Ona görə də sonra davam etdim və üzüm üçün çoxlu serumlar aldım. Sonra keçirəm diş sapından istifadə etməyə. Ümumiyyətlə mənə elə gəlir ki, diş sapı daha yaxşıdır, nəinki diş çöpünün özü. Bir də mən son zamanlar Perexdən istifadə edirəm dişlərim üçün. Yəni dişlərdə olan ərklər üçün. Çox saxlamıram, çünki dişi zədələyə bilər, ancaq biraz saxlayıram. Bir dənə Listerin almışdım. Əslində hər dəfə aptekə gedəndə deyirdim ki, Listerin alacağım, ancaq hər dəfə də unudurdum. Bu dəfə aldım, yoxladım. Mənim aldığım nanəli idi. Çoban yastığı falan da vardı, ancaq mən düşündüm ki, nanəli daha effektiv olar. Yoxladım, ancaq mən azca su ilə qatdım, videoda göstərməsəm də, çünki çox qatı idi və sanki nanəli bir saqqızı çeynirirsiniz və ağzınızda saxlamısınız, elə bir yandırma hissi verirdi. Keçirəm mənim sevimli üz C vitamini serumuna. İlk bunu istifadə edirəm, sonra Koreakonun sarı serumunu istifadə edirəm. Ancaq məndə Koreakonun digər 3 serumu da var. Qara, yaşıl və çəhrayı rəngdə olan. Hər birinin də istifadəsi fərqlidir. Ona görə onları videoda göstərmədim. Sonra onları da sizinlə bölüşəcəm. Burada atam video çəkirdim deyə məndən zarafat eləyirdi, ona gülürdüm. Bir də bayaq sizinlə diş ərklərindən danışırdım. Qızlar, mən ümumiyyətlə həkimə gedib dişləri ərpini təmizlətdirməyin heç tərəfdarı deyiləm. Çünki bizim ailədə iş bunu atam etmişdi. Ondan sonra başladı atamın dişləri yerindən tərpənməyə, belə deyim, laxlamağa. Və belə olandan sonra da dişlər yerindən oynadı. Bir-bir bilirsiniz də, diş köşkləri hər biri bir-birinə bağlıdır. Artıq biri çəkiləndən sonra baxırsan ki, digəri də yerindən oynayır, digərini çəkirsən, digəri, yəni belə-belə. Yəni ona görə mən məsləhət görmərəm ərkləri təmizlətdirməyi. Ən yaxşısı Perexdir. Bir neçə dəqiqə ağzınızda saxlayırsınız və bir də baxarsınız ki, artıq dişləriniz ərkdən təmizlənir. Sonra özümə 2 ədəd belə yumurta qoydum, ancaq mən sadəcə birini yeyə bildim. Üzərinə də bolluca pul biber gəzdirdim. Düşündüm ki, həm beləliklə metabolizmanı sürətləndirər, həm də yağ yandırmağa kömək eləyər. Ona görə də pul biberini bol etdim. Yəni videonu görüb səhər-səhər, yəni bu qədər pul biberini necə yeyirsiniz deməyin. Yəni yeyilir və çox da xoşuma gəlir. Bu arada qızlar, heyfsləndiyim bir nüans da olur ki, öz-özümə deyirəm kaş ki, YouTube-u yarıda saxlamasaydım və davamlı olaraq çəksəydim. İndi mənim neçə minlərlə abunəm var idi və Azərbaycanın inanın ki, bir nömrəli YouTuber olardım. Heyf ki, yarıda saxlamalı oldum, ancaq o da məcburiyyətdən idi. Çünki mən hamiləlik ərəfəsini heç də yaxşı keçirməmişdim və telefonu belə əlimə ala bilmirdim. O dönəm YouTube-u da saxladım və sonra ara verdim. Biraz həvəsim də öldü.
Sonra düşündüm ki, məndə yəni bu bacarıq var, bacara bilirəm. Ancaq mənim çəkdiyim kontent bu formada deyildi. Baxdım ki, Azərbaycanda ən çox hər şeydən qarışıq vloqlar izlənilir. Ona görə də belə bir vloq çəkməyi düşündüm. Bu arada söhbətimi yarıda saxlayıb Temudan sifariş verdiyim bu çətiri də sizə göstərmək istəyirəm. Əslində çətir də deyil, sadəcə çətir formasındadır. Sonra düşündüm ki, kaşı 4-cünü alardım. Yəni gördüyünüz kimi belə hər cür həşəratdan, cücüdən qoruyur. Sonra keçirəm Temu bağlamalarımı açmağa. Yəni əslində tək Temu deyil, Trendyoldan da bağlamalarım var. Bir də bəzən insanlar sıxılır Temu, Trendyol bağlamalarından. Ancaq mən heç vaxt sıxılmıram, çünki əvvəlki vloqlarımda da qeyd edirdim ki, orada mütləq xoşuma gələn və almaq istədiyim nəsə olur. Ona görə də yararlanıram özüm də başqalarının paylaşdığı linklərdən. Ona görə də sizinlə də öz linklərimi bölüşürəm. Koftanın materialını çox bəyəndim. Rəngini onsuz da mən belə bir rəngi sevirəm. Zeytun yaşıla gedir. Sonra Temudan olan sifarişlərimi açıram və belə bir kosmetika sifariş vermişəm, kaşlyoku. Əslində məndə var idi 3 ədəd, ancaq yenə birini sifariş verdim, özümü saxlaya bilmədim. Ancaq bu digərlərindən daha böyükdür. Mənə elə gəlir ki, səyahət falan üçün daha əlverişlidir. Sonra fırçalarımı yumaq üçün belə bir şey sifariş verdim. Yəni sadəcə biraz şok yaşadım, çünki aşırı dərəcə kiçik idi. Bir də oğlum üçün belə 3 ədəd oyuncaq sifariş verdim. İndi bunu sizə göstərəcəm divarda. Şəkli necə düşür. Yəni mən çox bəyəndim. Hamısını içinə qoyub çəkməsəm də, içərisində 3-4 ədəd belə deyircəkli fərqli şeylər var. Yəni məsələn, riyazi hesablar, fərqli şəkillər. Məncə uşaqlar üçün çox əyləncəli bir şeydir. Bir də bacım özü üçün belə kablo sifariş vermişdi Temudan. Arxasına ad soyad da yazılmalı olur. Mən də çox bəyənmişdim. Rəng seçimi də hər rəng var idi. Sadəcə seçim olaraq bacım özü üçün ağ rəngi seçmişdi. Bir də belə bir məhsul sifariş verdim. Üzə maska etmək üçündür. Yəni belə daha rahat olur. Mən hər zaman əlimlə sürtürdüm. Elə maskalar var, bilirsiniz, əldə qalındıqca quruyur. Bunu almağım yaxşı oldu. Bir də oğlum üçün belə bir oyuncaq sifariş vermişdim. Artıq mən bu videonu bölüşənə qədər artıq oğlum bu oyuncaqların heç birindən demək olar ki, oynamır. Bilmirəm, niyəsə marağı yoxdur. Hətta özüm yanında oturub oynasam belə, elə də marağı yoxdur. Ümumiyyətlə, qab-qaşıqla daha çox oynayır, nəinki oyuncaqları ilə. Mən bu oyuncağın 3 mərtəbəli olanını sifariş vermişdim. Sadəcə mənə gəlib çatanda baxdım ki, bir hissəsi qırılıbdır. Sonra necəsə oldu, yuxarıda şir olan hissəsi də qırıldı. Ancaq belə ümumilikdə o qədər maraqlıdır ki, mənim özüm daha çox oynadırdım, nəinki oğlum. Sonra çöldə işlərimiz var idi, onları həll etmək üçün çıxdıq. Hazır çıxmışkən və oğlum da yanımda yoxkən rahat idik deyə. Yeni bujteriyalar gəlibmi, ya yox deyə mağazaya da daxil olduq. Bilmirəm, son zamanlar fikir vermişsə yox, bujteriyaların da qiymətində hədsiz dərəcə artım var. Yəni bir bujteriya üçün, yəni rənginin getməyini də nəzərə alsaq, yəni qiymətlər çox yüksək idi. Evə gələn kimi yaxşıca bir kofe içdim və özüm də bilmədən necə olubsa köpüyünü belə gül formasında etmişəm. Bizdə aptekdən sizə aldıqlarımı göstərmək istəyirəm. 2 ədəd belə Perso Plus almışdım. Evdə olsun deyə. Şam almışdım. Qəbizlik üçün, uşaqlar üçündür. Yəni mən hər zaman evdə saxlayıram ki, lazım olar. Belə bir listerin aldım. Mən nanəlisini aldım. Çoban yastığı olan da var idi, amma düşündüm ki, nanəlisi daha yaxşı olar. 7 manat qiymətində görürsünüz. Belə bir gliserin aldım. Demək, bu gliserini hər zaman su ilə azca qatıram və mən qolumda, dabanlarımda istifadə edirəm. İnanın, bir neçə krem dəyişmişəm daban üçün. Ancaq heç birinin elə də yaxşı təsir olmayıbdı. Yəni 1-2 gün təsir olub, sonra olmayıb. Ona görə bir neçə müddətdir ki, ancaq gliserini yoxlayıram. Bir də yaddaş üçün belə bir dərman aldım. Son zamanlar özümdə hiss edirəm ki, bir şeyləri tez-tez unuduram. Nə qədər eləyirəmsə, yadıma sala bilmirəm. Ona görə də əslində ilk öncə həkimə getməyi düşünürdüm. Sadəcə düşündüm ki, yaxşı olar ki, aptekə də girmişkən soruşum. Əgər reseptlə verilirsə,
bir həkimə yaxınlaşaram. O da dedilər ki, yəni reseptsiz də satılır. Yaşımı öyrənib sonra verdilər bu dərmanı. Dedilər bitki tərkiblidir. Günorta içməlisən ki, yuxu gətirir. Axşama doğru yuxu gətirsin. İçərisində gördüyünüz kimi 30 ədəd olur. Yoxlayıb sizinlə də bölüşərəm. Ancaq əlbəttə ki, bu dediyim kimi bitki tərkibi olduğu üçün sizinlə bölüşürəm. Əlbəttə ki, həkim məsləhətsiz əsla bölüşməzdim. Bir də mən tez-tez təzyiq düşmə problemi yaşayıram. Ona görə də bu ağır kəsicidən içirəm və təzyiqim normasına düşür hər zaman. Bu arada kokos yağından sonra istifadə edib bəyəndiyim ilk yağlardan biridir Bum Butter. Tərkibində kokos, ananas, fındıq, badam var, aloe vera da var. Mən sadəcə kokos yağının özünü bəyənirdim. Ancaq bu da saçlarımı ipək eləyir. Normalda mən saçımı düzgün texnika ilə fenləmədiyim üçün hər zaman uzlarına yanıq olurdu. Ancaq son 2 aydır ki, belə bir şey heç yaşamıram. Saçlarım sanki təzə kəsilibdir, ətəkləri elə canlıdır. Ona görə də məsləhət görürəm bu yağdan istifadə etməyi. Bir də qızlar, mən vlog çəkərkən elə olur eyni gündə çəkirəm, elə olur növbəti gündən saxlayıram. Ancaq eyni gün çəksəm elə mən gün ərzində bir neçə dəfə əynimi dəyişirəm. Niyə bu hər dəfə fərqli koftadadır deyə düşünməməyiniz üçün bunu dedim. Burada hazırlaşırıq, Ordubada gedək, hava xoş idi deyə istədik. Bunu dəyərləndirək. Bu arada oğlum da artıq xəstələnmişdi. İlk dəfədir ki, belə öskürürdü. Onun üçün dərmanlarını götürürəm. Bir də Temudan aldığım bu tualet üçün salfetkanı götürürəm. Salfetka deyəndə nəzərdə tutduğum əslində üzərində də indi göstərəcəm sizə. Oturacağın üzərinə qoyulması üçün bir şeydir. Yəni əgər harasa gedirsiniz və sizə natəmiz gəlir və ya ürəyiniz olmursa, bundan alıb yanınızda istifadə edə bilərsiniz. Yəni fərqi yoxdur, uzaq yol getdiniz yoxsa yaxın yol. Mən bir ədəd götürmüşdüm, sonra düşündüm ki, birini də götürüm. Düzdür, istifadə etmədik, ancaq lazımım da ola bilərdi. Ona görə elə bir ağırlığı da olmadığı üçün götürdüm. Bu arada bu kaşloku almışdım. Məndə kaşlok çox olduğu üçün əlavə məhsullarının hər birini bunun içərisinə yerləşdirmişəm. Sonra yanına 4 ədəd pampers götürdüm. Mən ümumiyyətlə yola çıxanda hər şeyi yanında götürürəm ki, onsuz da maşından gedirik. Əsas odur ki, lazım olsa əlimin altında olsun. Sonra belə nəm salfetkalar götürdüm. Ümumiyyətlə balaca nəm salfetkaları da hər zaman evdə alıb stoklayaram. Əvvəllər ki, harasa gedəndə yanımda böyüyünü apardım. O da həm ağır olurdu, həm də böyük olduğu üçün çox yer tuturdu. Əslində mən sumkanı nələr yığmışam hər birini göstərmədim. Sadəcə daha önəmli, yanınızda nələr apara bilərsiniz, onları göstərmək istədim. Həqiqətən mənim apardığım hər bir şey lazım olur. Nəm, quru salfetka, tualet üçün göstərdiyim salfetka olsun. Bir də oğlum üçün belə 2 dəst papaq götürdüm. Biri nazik, biri nisbətən qalın. Bu arada bunların ikisini də mən keçən AliExpressdən sifariş vermişdim. Belə bir jaket və bir dəstə qalın paltar götürdüm. Yaxşı götürmüşdüm, istifadə etdim. Ancaq düşündüm ki, kəşki biraz nazik paltar götürsəydim. Çünki Orduba çox isti idi. Tez sumkanı da yığıb yola çıxırıq. Mən ümumiyyətlə yola çıxanda hər şey beynimdə öncədən planlaşdırıram. Elə mən daha rahat olur. Yaxud not yerimə yazıram ki, nələri götürməliyəm. Yanımda nələri almalıyam yolda gedərkən. Hər birini qeyd edirəm ki, mənə çətinlik yaratmasın. Sonra düşürük yola. Mən ümumiyyətlə ailə ilə gəzməyin daha tərəfdarıyam. Həm insan özünü daha rahat ortamda hiss eləyir, həm də ailə ilə olan gəzinti mənə daha maraqlı gəlir. Nəinki başqa, yəni məsələn iş yoldaşı olsun və yaxud rəfiqələrlə olsun. Gördüyünüz kimi yanında oturub ancaq idarə etmə bacımdadır. Sağ olsun bizi sağ-salamat və rahat şəkildə gətirib çatdırdı. Bu arada indi göstərəcəyim yol dəmir yoludur. İnşallah tez bir zamanda açılar və biz də Bakıya rahat şəkildə gedib gələrik. Artıq Ordubanın özünə yaxınlaşırıq. Biz bu dəfə Dübənliyə getməyi seçdik. Bundan əvvəl isə Susəsinə getmişdik. Sizinlə də bölüşmüşdüm. Həm çox sakit yerdir, həm də havası mənə çox təmiz gəlir. Ümumiyyətlə Ordubanın özündə özümü çox rahat hiss edirəm. Sanki şəhərin özündəymişəm kimi. Həm də Ordubanı çox bəyənirəm.
Ümumiyyətlə, yəni biz Ordubadda təkcə Dübənidə yox, bir çox yerində olmuşuq, kəndlərində falan. Çatar çatmaz oğlum üçün çay da düzəltdim. Çünki yol boyu çox susamışdı və yolda yatdığı üçün verə bilməmişdim çay. Gözəlliyi də istədim sizinlə də bölüşüm. Biz Ordubada çatanda elə də dolu değildi, ancaq artıq qalxandan sonra bütün stollar dolmuşdu. Sadəcə biz düşündük ki, gedəndə gec olar, qaranlıq tez düşər və hava soyuyar deyə biraz tez çıxmışdıq. Ancaq növbət dəfə biraz gec çıxmağı planlayırıq. Ancaq yenə də belə sakitçilik idi və çox gözəl vaxt keçirdik. Mənim mehriban bəbəm hamıya yaxınlaşır, bütün uşaqlarla oynamaq istəyir, ancaq bilmirəm niyəsə bütün uşaqlar qaçır. Bilmirəm uşaqlar niyə belə böyüdülür, heç cür anlaya bilmirəm. Sanki bir uşaq digərini yeyəcəkmiş kimi görünür kənardan. Mən ümumiyyətlə uşaqların mehriban olmağından və mehriban böyüdülməyin tərəfdarıyam. Bu arada Ordubada biz satan kimi ilk iş Ordubad piraşkisini yeyirik. Yəni burada yeyənlər bunun dadını bilər. Sonra isə kebablarından sifariş verdik, ancaq o hissəni sizinlə bölüşmədim. Həqiqətən vaxt gözəl keçəndə insan əlinə telefon almağı belə unudur. Bu arada indi sizə göstərdiyim Ordubadın özünə məxsus sosudur ki, piraşkinin yanında verilir və çox dadlıdır. Bir də mən ayranı çox sevdim. Ayranın içərisinə turp da əlavə eləmişlər. İlk dəfə idi elə bir ayran içirdim, amma dadı mükəmməl idi. Bəlkə nə zamansa Naxçıvana gəlməyə istəyəniniz olar. Ağlınızda olsun ki, Ordubada gələndə Dübəndinin piraşkisindən dadmaq. Bu arada videomu bəyəndiniz, sona qədər izlədinizsə, abunə olub dəstək olmağı unutmayın. Bu sizin üçün elə böyük bir şey deyil bəlkə də, ancaq mənim üçün çox önəmlidir. Növbəti vlogda görüşənə